Amerikada gəlirli peşələrdən danışacağıq. Bunlardan biri də yanğı söndürənlərdir. Bu peşəyə yiyələnmək üçün təbii ki, tələblər var. Hansı tələblərdir? Və bu tələblər ştata görə dəyişir. New Yorkda yanğı söndürən olmaq üçün hansı tələblər var? Onlardan biri bir neçə ildən bir keçirilən imtahandır. Təsəvvür eləyin, yanğı söndürən olmaq istəyirsinizsə, bir neçə ildən bir keçiriləcək imtahan və o imtahanı gözləməlisiniz. Bununla yanaşı, ondan sonra imtahanı keçdikdən sonra 18 həftəlik akademiyanı bitirməlisiniz. Əsas tələblərdən biri də ya vətəndaş olmalısınız, ya da green kartınız olmalıdır. Digər şəxslər bu peşəyə yiyələnə bilməzlər. Həmçinin yaşınız da 21 yaşdan yuxarı olmalıdır və fiziki sağlam olmalısınız. Bununla yanaşı bioqrafiyanız da yoxlanılacaq ki, öncədən məhbusluğunuz varmı, cinayətlə hər hansısa bir əlaqəniz olubmu, olmayıbmı və tibbi olaraq, fiziki olaraq tamamilə sağlam olmalısınız. Maaşlara gəlincə isə, əgər siz bu peşəyə yeni yiyələnmisinizsə, sizin maaşınız illik olaraq təşkil eləyəcək $45.000. Bu isə aylıq $3.500-3.700 arası dəyişəcək. Amma daha təcrübəli işçilərin maaşı $100.000 qədər qalxa bilir ki, bu da aylıq $8.000 edir. Bu isə həqiqətən yaxşı maaşdır Amerika üçün.